Bismillahirrahmanirrahim. Növbəti sualımız bundan ibarətdir. Həkim qadağan edərsə, şəxs oruc tuta bilərmi? Ümumiyyətlə, həkimin qadağasına riayət eləmək mütləqdirmi? Orucun özü üçün önəmli zərəri olmadığını bilən, yaxud buna arxayın olan şəxs, hərçənd həkim zərərli olduğunu söyləsə belə oruc tutmalıdır. Yəni, şəxs özü əgər bilirsə və arxayındır ki, oruc ona zərərli deyil, hərçənd ki, həkim zərərli olduğunu söyləsə belə oruc tutmalıdır. Orucun onun üçün önəmli zərəri olduğuna əmin olan, indi əksini deyir. Şəxs özü əmindir ki, oruc ona önəmli dərəcədə zərərlidir. Yaxud buna güman edən və yaxud da ehtimal edən şəxsin oruc tutması hərçənd həkim zərəri olmadığını söyləsə belə vacib deyil. Yəni, indi məsələ əksinədir. Yəni, hər bir halda mövzu şəxsin üzərində qurulur. Şəxsin özü, mükəlləfin özü əgər əmindirsə ki, oruc ona zərərlidir, o zaman tutmayacaq. Və yaxud da hətta ehtimal versə də ki, oruc ona zərərlidir, bu zamanda həkim onun əksini desə də belə orucunu tutmayacaq. Hətta əgər ehtimal etdiyi, yaxud mövcudluğuna əmin olduğu zərər haram həddində olarsa, oruc tutmaması, onu pozması vacibdir. Haram sayılan zərər istisna olmaqla, digər hallarda insan rəca qəsdi ilə, yəni Allahdan savab qazanmaq ümidi ilə oruc tuta bilər və əgər sonradan orucun onun üçün önəmli zərəri olmadığı məlum olarsa, bu halda orucu düzgündür. Ayətullah Sistaninin nəzərinə əsasən. Ayətullah Xameneyi Həzrətlərinin nəzərinə əsasən isə məsələ bundan ibarətdir. Demək olar, elə məsələ oxşardır. Əgər həkim etibarlı şəxs olmazsa və onun sözü də xəstədə əminlik və zərər qorxusu yaratmazsa, yaxud xəstə orucun ona zərəri olmayacağını öz şəxsi təcrübəsi əsasında başa düşərsə, bu halda həkimin sözünü əsas götürmək olmaz. Bundan qeyri halda isə mükəlləf gərək oruc tutsun. Ayətullah Məkarim Həzrətlərinin nəzərinə əsasən, əgər həkim zərərli olduğunu deyərsə, amma xəstə öz təcrübəsi əsasında zərərin olmadığını bilərsə, gərək oruc tutsun. Hər bir halda bütün fəqihlərin nəzəri budur ki, önəmli dərəcədə zərər olduğunu bilən şəxsin orucu düzgün deyil. Növbəti sual bundan ibarətdir ki, orucun zərərli olmadığını bilib, sonradan isə onun əksi məlum olarsa, onda necə? Məsələn, şəxs orucun zərərli olmadığını bilib, oruc tutarsa, sonradan, məsələn, məğrib azanından sonra, yəni şam azanından sonra onun əksi məlum olarsa, yəni zərərli olduğu məlum olarsa, onun o tutduğu orucunun hökmü nədir? Ayətullah Xameneyi Həzrətlərinin nəzərinə əsasən, orucu doğru deyil, düzgün deyil, səhih deyil, gərək onun qəzasını yerinə yetirsin. Ayətullah Sistani Həzrətlərinin nəzərinə əsasən, ehtiyat vacibə əsasən qəzasını tutacaq. Ayətullah Məkarim Həzrətlərinin nəzərinə əsasən isə ehtiyat müstəhəbbə əsasən qəzasını tutacaq. Ehtiyat müstəhəb bildiyimiz kimi ondan ibarətdir ki, şəxs istəyər qəzasını tutar və istəyər də həmən oruca kifayətlənər.